Hörmətli izləyicilərimiz, hal-hazırda Hövsan Baş bazarına görə Kupçalı torpaq qızıla bərabərdir. Yəni Hövsan bazarında Kupçalı torpaq axtarsansa elə bir samanlıqda iynə axtarsan. Günü bugünkü gündə 5 sotun içində 150 kvadratlıq 3 otaqlı ev təqdim edirəm sizlərə. Evin də torpağın da kupçası var, qeydiyyatda heç kim yoxdur. Dövlət ipotekasına yararlıdır. Qiyməti isə 88.000 manatdır. Real müştəriyə də yerindəcə endirim eləmək olar Allahın izinə. Həyətdən də rahat bir şəkildə alandan sonra oğlu uçsun, qardaşı uçsun və yaxud necə deyimsə yaxın uçsun da polnu 3 otaqlı ev tikmək olar. Buradan polnu bir dənə də ev çıxartmaq olur bu evdən başqa. Gəl qardaşım mənim. Alıb gözəl buranı xudmani bağ ev kimi də istifadə edə bilərsiniz. Yəni bu məhəllə elə məhəllədir ki, sırf bağ evlərdir hamısı. Gəl qardaş. Bütövlükdə 5 sotun içindədir. Yay mətbəxi var orada. Heç çox dərinə getməyə ehtiyac yoxdur. Gözəl bağı, bağçası. Biraz baxımsız qalıbdı, düzdür. Bax burada teras olubdu əvvəl. Ləğv eləyiblər sonra. Alandan sonra buranı qəşəng şüşəbənd eləyib teras eləyə bilərsiniz. Həyətyanı sahəsi gözəl formada. Evimiz yerdən kürsülüdür, cütdaşdır, dədəbaba evidir, yəni tam oturmuş evdir. Qiyməti isə 88.000 manatdır. Yenə deyirəm, buradan da polnu bir dənə 4 otaqlı ev çıxartmaq olar. 4 və yaxud 3 otaqlı ev çıxartmaq olar. Bağı, bağçası, prosta biraz baxımsız qalıbdır. O atalarımızın bir misalı var, bağa baxsan bağ olar, baxmazsan bağ olar. Ona görə də bağa gəlib baxasan. Gəl qardaşım, vaxt itirmədən evlə tanış eləyək müştəriləri. Evimiz bir daha vurğulayım. Yerdən kürsülüdür, cütdaşla inşa olunubdur, paket krişadır. Tam oturmuş evdir. Və bura evimizin yay mətbəxidir. Daha doğrusu yay mətbəxi kimi istifadə olunubdur vaxtı ikən. Gəl qardaşım. Deməli, kombi xəttləri də var evimizdə, heç onu bilmirdim. O bütövlükdə cütdaş. Daxil olduğumuz zaman, deməli, sağda hamam sanitər qovşağı yerləşir. Çox girmək içəri. Yüngülvarı göstərək. Deməli, burada evimizin mətbəx hissəsi yerləşir. Geniş zal. Öz vaxtının maşallah olsun. Gözəl bağ evi olubdur. Olsa bir müddətdir bura istifadə olunmur. Aboylar zatlar tökülübdür. Və burada geniş bir yataq otağı yerləşir. Pol da moşundur. Bu bir üzün qaşıyıb gözəl laminat vursaz şüşə kimi olacaq. Və hörmətli izləyicilərimiz, burada da evimizin bir otağı. Qiyməti çox əla qiymətdir. Demək olar ki, torpağın qiymətinə verilir bura.